Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, nə istəsəz toxuya bilərsiniz. İstəsəz ətək hissəsinə, istəsəz yaxa hissəsinə hər tərəfdən bir sıra bu formada qoya bilərsiniz. Svitri də hər tərəfdən bir cərgə qoymaq olar. Ortasına da istəsəz naxış qoyun. Qadın üçün olsa bir qaşdan, zaddan nəsə olsa bir şey qoya bilərsiniz. Ya bura bir naxış toxuya bilərsiniz, gül toxuya bilərsiniz. Orta hissəsinə. Kim necə istəyir, hələ də toxuya bilər. Mən rezinka hissəsidir. Rezinka hissəsini bir tərs, iki düz toxumuşam. Bu yaxa hissəsində belə. Oradan davam eləmişəm. Yaxanı özünü tərs toxumuşam. Bu ortadakı naxış düzdür. Bunun arxa tərəfi də var. Arxa tərəfi də belədir. Kim istəsə bu tərəfi belə istəyər, kim istəsə belə bu tərəfini eləyər. Mən bu üzünü eləmişəm, öz hissəsi. Bunun üçün indi milimin üstünə yığıram. Qısa formada. Burada rezinka toxuyan deyiləm. Kim istəsə rezinkanı nə formada istəsə toxuya bilər. Mən indi burada qısa formada yığacağım. İlmələrin milin üstünə. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 ilmek yığmışam milimin üstünə. İndi burada bu sıranı mən birinci sıranı tərs toxuyuram. Bütün ilməkləri. Birinci ilməyi toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi buradan da bir sıra, arxa tərəfdən bir sıra tərs toxuyuram. Mən indi bu naxışı 11 ilməkdən eləmişəm. 11 ilməyə kimi artırmışam, sonra azaltmışam. Siz istəsəz böyük istəsəz biraz da artıra bilərsiniz. Ya 15, ya 17, ya 19 belə tək olur da ilməklər. Ona görə indi mən də burada necə toxumuşamsa elə də toxuyuram. 11 ilməkdən eləyəcəm. Bu tərəfdən, kənardan 3 ilməyi toxuyuram, tərs. 2 3 ilməyi tərs toxuyuram. Burada da ki, bu tərəfdən də 3 ilmək. Əvvəl birinci başlayırıq. Ortadakı ilməkdən. 2 yerə bölürük. 16, 17 ilməkdir. 8 bu tərəfə düşür, 8 bu tərəfə. Ortadakı bir ilməyi düz toxuyuram. 3 4 5 6 7 8 ilməyi toxudum. Cəmi 17 ilməkdir. Ortadakini düz toxuyuram. Bir ilməyi. Bu tərəfdə də 8 ilmək var. Onları da tərs toxuyuram. 8 ilməyi 8-in də
tərs toxuyuram. İndi arxa tərəfdən bu ilməkləri, düzləri hamısını düz toxuyuram. 5, 6, 7, 8. Bu bir ilmək o tərəfdən düz idi. Bunu bu yüzden tərs olduğuna görə tərs toxudum. Qalan ilməkləri də hamısını düz toxuyuram. İndi düz üzdən burada ilmək görünür, düz ilmək. İndi buradan kənarı yenə tərs toxuyuram. İndi 7 ilməyi 3, 4, 5, 6, 7 ilməyi tərs toxudum. Bu ilməyin, düz ilməyin hər tərəfindən birini düz toxuyuram. Özünü də düz toxuyuram. Hər tərəfindən bir ilmək düz götürdüm. Bu tərəfdə də 7 ilmək qalır. Bunları da hamısını tərs toxuyuram. İndi arxa tərəfdən yenə düzlər düz toxuyuram. Kənardan 7 ilmək düz olur. Bu o tərəfdən düz olan 3 ilmək bu yüzden tərsdir. Bu 3 ilməyi ortada tərs toxuyuram. Yenə bu tərəfdə 7 ilmək qalır. Bunları düz toxuyuram. Kənarı tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən kənarı götürürəm. Bu ilməkləri hamısını buradan tərs toxuyuram. 5, 6 ilməyi. İndi yenə bu düz ilməyin bu tərəfindəkini də düz toxuyuram. Bunları da düz toxuyuram, düz ilməkləri. Yəni bu tərəfdən də bir ilməyi yenə düz toxudum. Kənarda 6 ilmək qaldı. Arxa tərəfdən yenə kənarı götürürəm. Bu düzləri düz toxuyuram. Buradakı tərsləri də tərs. Beş ilmək tərs oldu. İndi burada yenə kənarı götürürəm. Burada ilməklər azalır, get-gedə azalır bu tərslər. Yenə bu düz ilməyin yanındakı ilməyi düz toxudum. Qalan ilməkləri də düz toxuyuram, düzləri. Bu tərəfindən də bir ilmək tərsi düz toxudum. Yenə yanındakiləri tərs toxuyuram. Şimdi burada 3, 4, 5 düz oldu. 1, 2, 3, 4, 5, 6, 7 ters oldu. Bu tarafında da 5 düz.
Bu kənarda 3 ilmək qalana qədər bunları düz toxuyuram. İndi 4 oldu. Bunun yanındakini yenə düz toxuyuram. Yəni düzləri artıra gedirəm. Kənarlardan tərslər azalır. Arxa tərəfdən yenə düzləri düz, tərsləri tərs. Burada 4, sonra ilməklər tərsdir bu yüzden. Formada, paxlava formasında toxuyuruq bunu. İndi 3 ilmək qalır. Sonra da artırmırıq 3 ilməkdən sonra. Bu tərəfdən də biri, bu kənarda 3 ilmək qalır. Arxa tərəfdən yenə kənarı götürdüm. Yanındakı 2 ilməyi düz. Bu ortadakiləri hamısını bu yüzden tərs toxuyuram. İndi burada düz üzüdür. Düz üzdə indi bu kənardakı 3 ilməyi toxudum. İndi azaldırıq. Kənardan 2 düz ilməyi tərs toxuyuram. Qalan bu ilməkləri düz toxuyuram. Bu kənardan da bir düzü tərs eləyirəm. İndi kənarlarda 4 düz. 4 tərs qaldı kənarlarda. Biz kənarda 8 tərs eləmişdik. Orada 8 tərs olana qədər bunu azaldırıq. Bu yüzden yenə tərsi tərs, düzdə düz. İndi düz üzdən yenə kənarı götürdüm. Kənarla birlikdə 3, 4, buradakı ilməni də tərs götürdüm. 5 ilmək oldu. İndi bu ortadakiləri düz toxuyuram. Kənarlardan tərs toxuya azaldırıq. Burada 4 idi. Bu ilməni də buradan tərs eləyirəm. Burada 5 ilmək oldu tərs. İndi arxadan yenə kənardan tərs üzündən yenə düzləri düz, tərsləri tərs.
formatı get-gedə azaldırıq, paxlava formasını alır. İndi kənardan 6 tərs olmalıdır. 4, 5, 6 tərs. Ortadakiləri düz toxuyuruq. Kənardakinin yenə bir tərs eləyirik. Burada da 6 tərs olur. Tərs üzdən yenə. Tərsi tərs, düzü də düz. Düz üzdən yenə də kənarlardan, hər tərəfdən birini artırırıq. Burada indi 7 tərs olacaq. Beş, 6, bir ilmek buradan tərs elədik. 1, ortada 2, 3 ilmek qalır. Bu tərəfdən bir ilmeği yenə tərs. Bu paxlava şəkli alana qədər həm artırırıq, həm azaldırıq. Əvvəl artırırıq, sonra da azaldırıq ilməkləri. Bu ortadakı ilməklər tək olmalıdır. 3, bu yanda da təzədən. İndi burada ortada 3 ilmek qalıb. İndi onu hər tərəfdən yenə birin, 2, 3, 4, 5, 6, 7, 8. Əvvəldən də 8 ilmek idi. Burada 1 ilmek qalır. Bu tərəfindən də birini götürdüm. Bu tərəfdə də 8. Arxa tərəfdən yenə ilməkləri düz toxuyuruq. Ortada qalan o bir ilməyi tərs toxuyuruq. Burada bir ilmək var, tərs. Onu tərs toxudum. Qalan ilməkləri hamısını düz toxuyuruq. Formada belə bir paxlava şəklində naxış alınır. Belə. İndi burada istəsəz jaket olsa, sviter olsa, buradan yaxa hissəsini artıra birinci sırada necə başlamışdıqsa, buradan da yenə bu formada da artıra gedirik. Sonra da azaldırıq buradan. Buradan yenə belə artırırıq. Sonra da yenə belə azaldırıq buradakı kimi. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.